istəyirəm ki, nədənsə valla belə nədənsə söz düşdü, mənim öz tanıdığım dostlarım var da, indi baxın, müğənni başqa bir şeydir. Müğənni deyirlər ki, gedib 5 minə toya, 10 minə toya, bu Köpoğlu müğənnisi 10 minə toya gedir və bunun 10 min verib mahnı alır, 10 min verib onu nə bilim neyini yiyir, bu hamısı yatırımdır. Bir paltarı 2 dəfə Instagram'a başlıyorlar. Sizin başka paltarınız yoktur. Mecbursan o qazan bir ülkeşli söyleyeyim. Valla evdə varsın və göstərəcəm sizə də. Nə gözəl qardirobu var. Məndə evdə paltar əlindən evdə də bir eşik yoxdur. Hamısına 5 il kanı beləsini asılqanı taxmışıq. Evə girsən elə bilsən ki, elə tutuldu evidir. Mən istəyirəm ki, bizim xalqımızın nümayəndələri bilsən necə olsun, belə zadəgan olsun, bilsən necə, ən kasıbı da belə mərd olsun. Adi Türkiyədə verilişlər var. Məsəl üçün də, mən baxıram hərdən birdən. Türkiyədə verilişlər var, gelirlər müğənninin, müğənnidir də, müğənni marağını da adi insanların hamısı. Bu qədər müzakirə eləmirlər. Bir dəqiqə. Bu səviyyədə müzakirə eləmirlər. Baxın. Şkafına baxır, müğənni bax bu stəkanda çay içir. Ona bax, onun ayaqqabılarına bax, paltarlarına bax, sumkalarına bax. Amma bizdə belə verilişlər olan kimi sıraz başlayırlar deməyə. Hə, evin göstərdi, maşını göstərdi. Yo, ay Allah, ay varlığa nə darı. Ona görə də bax, o cür verilişlərimizin hamısı bağlanıbdır. Yoxdur. Sən deyirsən ki, heç bir müğənni cözü deyil evin çəkməyə. İndi icazə verin, bir söz bilməm. Ha, deyilsin. Başa Müğənni sıradan biri deyil. Müğənni sənət adam, tək müğənni deyil. Yəni sən Sərxanda, sıradan biri deyilsən. Qəbahat deyilsən avtobusa minsən. Amma sən avtobusa minən ki, hamı sənə baxacaq. İnsan özünü Bunu anlamır. Bunu bəzi insanlar anlamır. Hərdən mən indi üzümü tuturam o müğənnilərə ki, o qıcıq yaratmağa səbəb olurlar. Öz maşınlarını göstərmirlər, öz evlərini göstərmirlər, öz bağlarını göstərmirlər, öz paltarlarını göstərmirlər. Mən bir neçəsinin şahidi olmuşam. Hər şey özününki olanda kasıb olsun, amma özünün olsun. Bu kimə bu olacaq mənim özümündür. Necə düzəltmişəm, nə formada düzəltmişəm özümə məxsusdur və çox rahat şəkildə otururam. Yemək verilişləri vardı. Xatırə ilə biz bir yerdə çəkilmişik. Məsələn, orada hamı bir-birinin dost evində, yox, mənim evimi qəşən görsənsin, qardaş, niyə? Həyatı boyu. Həyatı boyu, mən onu elə bilməm. Mən heç vaxt başqasının maşınına oturub, sürüb, ya ailəsin hansısa bir mağazin proqramında, ya digər kanalların, mən deyə bilmərəm ki, ay sağlıqla vasisi mənim maşınımda, çox sağlıqla, mənim 11-ci maşınımdır, mən bunu edə bilmərəm. Mənim nəyim varsa onu duram. Mən hamını ona dəvət edirəm ki, nəyimiz varsa çox görək. Bax, bugün bizim evimizi görəcəklər, heç kimdə qızıq yaranmayacaq. Hamı hiss edəcək ki, bu bir ocaqdır, burada Sərxan gəlib çəkilişə, vasifin dostları gəlibdir, gün xatirə və nəyimiz var ortadadır. Amma İnanırsınız ki, bir cəmaatda bir 6-cı hiss edən bir hiss var. O hiss edirsən ki, bu onun özünün deyil.